والصلاة والسلام على أشرف الأنbiya ve seyyidil murselin amma ba'd. Deməli qardaşlar, keçən dərsdə yanmışdıq. İnsanın qiyamət günü həşr olub, qəbrindən çıxıb, qiyamət gününün ağır acılı anlarını müşahidə eləməsi ilə. Bismillah və bihi nəstəin. Allah Subhanahu Teala Quran-ı Kərimdə buyurur. Quran-ı Kərimdə qiyamət gününü belə vəsf edir. Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplaşacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa bastırılmış qız uşağından hansı günaha görə öldürülmüşsən deyə soruşulacağı zaman, səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, cəhənnəm alovlandırılacağı zaman və cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bugün öz nə tədarük etdiyini biləcəkdir. Ət-Təkvir surəsinin 1-14-cü ayələri və digər ayədə isə Allah Subhanahu Teala buyurur: Ey insanlar, Rəbbinizdən qorxun, həqiqətən qiyamət gününün zəlzələsi, uğultusu çox dəhşətli olacaq. Onun dəhşətindən analar əmizdirdiyi körpəni unudacaq, hər bir hamilə qadın qorxudan bətnindəkini düşürəcək. Allahın əzabı hədsiz şiddətli olduğundan insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş deyirlər. Həc surəsinin 1-2-ci ayəsi. O gün insan qəbrindən çıxanda insanların ah-naləsini, fəryad səslərini eşidəcək. Kimləri deyəcək, vay halımıza, bizi yatdığımız yerdən, qəbrimizdən kim qaldırdı? Bu Ər-Rəhmanın vəd etdiyi qiyamətdir. Elçilər sən demə, doğru deyirlərmiş. Yasin surəsinin 52-ci ayəsi. Ey Allahın qulu, insan o gün qəbrindən çıxanda özünə fayda vermək üçün öz yaxınlarına, tanışlarına, atasına, anasına, qadın öz ərinə, valideyn öz övladlarına müraciət edəcək. Ana deyəcək, ey övladım, səni bir müddət qarında daşıdım, əziyyətlərinə dözdüm, sənin üçün gecələri oyaq qaldım, səni böyütmək üçün hər bir əziyyətə qatılaşdım. Bunların müqabilində heç olmasa mənə bir savab ver ki, onunla Allahın huzuruna gedim. O gün insanların bütün yaxınları, oğul, uşağı, qardaş, bacısı, ata, anası və bütün əzizləri onu əli boş geri qaytarıb deyəcəklər: məndən uzaq ol, mənim səndən buna daha çox ehtiyacım var. Allah Teala bu anları Quran-ı Kərimdə belə vəsf edir. O gün insan öz qardaşından, anasından, atasından, arvadından və övladlarından qaçacaq. O gün onların hər birinin yetərincə öz işi olacaqdır. Əbəsə surəsinin 34-37-ci ayələri. Ey insan, o günün dəhşətindən analar öz südəmər körpələrini atacaqlar, amma dünyada ikən o körpəsi üçün hər şeyini qurban verərdi. O gün insan ağlayaraq sağa sola çevrilib ətrafına baxacaq və bədənləri çılpaq, ayaqları yalın və o günün dəhşətindən saçları ağarmış insanları görəcək. Allah Subhanahu Teala buyurur: Əgər mənə asi olsanız, dediklərimi yerinə yetirməsəniz, uşaqları ağsaçlı qocalara döndərəcək qiyamət günün əzabından necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq və Allahın vədi mütləq yerinə yetəcəkdir. Müzzəmmil surəsinin 17-ci, 18-ci ayələri. Ey insan, o gün günahkarların gözləri zəlliklə yerə dikilərək, qorxudan az qala ürəkləri ağızlarına gələcək və onları gətirib bir yerə toplayacaqlar. Günəşlə 1 mil qədər onların başları üzərində olacaq. Sonra isə sorğu-sual başlayacaq. İnsanlar o gün ad və ad çağırılacaqlar. Hardadır filan kəs oğlu filan kəs, hardadır filan kəs qızı filan kəs. Bunu eşidəndə insanın əli qolu əsəcək. Az qalacaq ki, dizi üstə yerə çöksün. Cəlil olan Allah Subhanahu Teala buyurur: aparın qulumu alovlanan cəhənnəmə. Heç o an barəsində fikirləşdinmi? Allah Subhanahu Teala buyurur: o gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək. Özü ilə pis əməllərinin arasında çox böyük bir məsafə olmasını arzulayacaq. Allah sizi öz əzabından çəkindirir. Allah qullarına şəfqətlidir.
Ey insan, o gün sen bütün günahlarını, valideynlerine asi olmağını hatırlayacaksan, o anki anan, atan sana iş buyurdu, dedin yok, hamısını kıyamet günü hatırlayacaksan ve o zaman insan günahları ile öz arasında uzak bir mesafe olmasını arzulayacak. Ey insan, həmin gün bu suallara cevap vermek için bugün dünyadayken nefsini hesaba çek. Allah Subhanahu Teala buyurur: ey iman getirenler, Allah'tan korkun. Herkes sabahı için ne ettiğine baksın. Allah'tan korkun. Hakikaten Allah ne ettiklerinizden haberdardır. Ey Allah'ın kulu, ey insan, yatmazdan evvel veya vitir namazını kılmazdan evvel veya ders namaz aldıktan sonra veya uyku zikirlerini ettikten sonra fikirleş ki bugün Allah için ne ettin? Günahlarını bir eline koy, savablarını o bir eline. Sonra öz nefsini hesaba çek. Gör hansı ağır gelir. Ey Allah'ın kulu, kıyamet günü hesaba çekilmezden evvel öz nefsini hesaba çek. Yoksa kıyamet günü gelende Allah Subhanahu Teala kimseler barisinde buyurur: uğultusu alemi bürüyenin haberi sana gelip çattı mı? O gün neçe yüzler zelil olup yere dikilecek. Neçe yüzler, neçe insanlar üzülüp elden düşecek. Sonra ise kızmaroda girecek. Allah Subhanahu Teala başka bir ayda buyurur: biz onların ettikleri əməllərə baxdıktan sonra onları sovrulmuş toz dənələrinə, onların əməllərini sovrulmuş toz dənələrinə döndürəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem İbn-i Mace'də rəvayət olunan hədisdə buyurur ki, qiyamət günü əməlləri dağlar boyda olan qövmlər, cemaatlar gələcək. Allah Teala onların əməllərini heç bir şey puç edəcək. Çoban radiyallahu anh soruşur: onlar kimlerdir ey Allah'ın Resulü? Onları bize vəsf et ki biz onlardan olmayaq. Peygamber sallallahu aleyhi ve sellem buyurur: onlar sizin namaz kıldığınız kimi namaz kılarlar, oruç tuttuğunuz kimi oruç tutarlar, hatta gece namazına da kalkarlar. Ama Allah'ın haramları ile tek tenha kaldığında bu haramlara yol verirler. İnsanların gözü önünde salih bir insan kimi tanımlarlar. Hadisi İmam İbn-i Mace rivayet etmiştir. Televizorun veya internetin karşısında tek tenha kalanda artık onu hiç kim görmeyende başlar Allah'a asi olmağa ve ne isteyirse onu edir. İnternet bir alıva benzer, kiminin evini yandırar, kiminin evini siter. Ama çok təəssüflər olsun ki çoxunu yandırır. Bunun için de hiç vaxt onunla tek başına kalmak məsləhət değil. Xüsusilə də evlerde onu herkesin göreceği yere koymak lazımdır. İblis en büyük nailiyyətlərini ve zərbələrini internet üzerinden hayata geçirir. Allah Subhanahu Teala buyurur: meğer o bilmir ki Allah Subhanahu Teala onu görür. Allah Teala kıyamet günü onun ettiği əməllərin hamısını insana gösterecek. Cehennemi görende o insan derinden bir ah çekecek ve ettiği bütün əməlləri hatırlayacak. Necə ki Allah Subhanahu Teala buyurur: cehennem getiriləndə məhz o gün insan öz günahlarını hatırlayacak, peşman olacak, artık o peşmançılıq ona hiçbir fayda vermeyecek ve o gün insan belə deyəcək: kaş ki hayatımı yaxşı işlərə həsr edeydim. Fəcr suresinin 23-24. ayələri. Elmi olan kimse diyecek: kaş ki insanlara bu elmi çatdıraydım, kaş ki biz əməllərdən onları çekindireydim, səhlənkarlıq etmeyeydim. Ey Allah'ın kulu, ey Allah yoluna davet eden kimse, sana ne olur? Sana ne olur ki Allah yoluna, İslam'a davet etmeye utanırsan, sana ne mani olur? Utanmak mı? Allah utanmağa daha layıqdır. Yoksa korku mu? Allah korkulmağa daha layıqdır. Ey insan, Allah'ın emrettiği yerde danışmadın. O mecliste ki Allah'a karşı, salih insanlara karşı, dine karşı hoşa gelmeyen söhbetler edirdiler. Ama sen o yerde ilmin ve ihtiyarın olduğu halda sakit dururdun. Hatta o meclisi terk etmirdin. Bu hareketini hatırlayıp belə deyəcəksən: kaş ki hayatımı yaxşı işlərə sərf edeydim. Həmin şəxs qiyamət günü öz günahlarına baxıb bunların səbəbkarı olan pis dostlarını hatırlayacaq. Allah Subhanahu Teala bu haqda Quran-ı Kerimdə belə buyurur: o gün zalim olan insan peşmançılıqdan iki əlini ağzına salıb çeynəyərək belə deyəcək: kaş ki mən Peyğəmbər sallallahu aleyhi ve sellemin yolunu tutub gedəydim. Vay halıma, kaş ki filan kəsləri özümə dost tutmayaydım. Çünkü zikir
haq, Quran mənə gəlib çatdıqdan sonra məni bu yoldan, Allahın yolundan uzaqlaşdıran filankəslər oldu. Həqiqətən şeytan insanı tənha qoyub qaçar və rüsva edər. Furqan surəsinin 27-29-cu ayələri. Dünyadaykən yaxşı və pis dostlarını xatırlayacaqsan. O dostlar ki, dünyadaykən səni məscidlərə, dini elm məclislərinə, xeyir yığıncaqlarına, təravih namazlarına dəvət edirdilər. Amma pis insanlar, pis dostlar isə sənə belə deyirdilər: cavansan, 5 günlük dünyadır, get keyfini çək, bunlara qoşulub özünü bədbəxt eləmə, avaralanmaq yox, içki içmək yox, gəzmək yox, keyf çəkmək yox. Onlar həyatını itiriblər. Şübhə yoxdur ki, bu anları sən qiyamət günü hamısını bir-bir xatırlayacaqsan. O zaman peşmançılıqdan, necə ki Allah Subhanahu Taala buyurur, nəinki bir barmağını, hətta 2 əlini ağzına salıb çeynəyəcəksən və mələklər gəlib həmin şəxsi cabbar, qahhar və dünyaya, yerlərə, göylərə sahib olan Allah Taala'nın huzuruna aparacaqlar. Qiyamət günü sıxıcı anlar barəsində Ayşə radiyallahu anhə belə rəvayət edir ki, bir gün cəhənnəmi xatırlayıb ağladım və Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum: ey Allahın Rəsulu, qiyamət günü bizi xatırlayacaqsanmı? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: 3 an var ki, o zaman heç kimi xatırlamaz. Əməl dəftərləri verilməyə başlayandan hətta sağ və ya sol əlinə çatana qədər, əməllər tərəzidə çəkilməyə başladıqdan sonra qurtarana qədər və sirata ayaq qoyandan hətta keçib qurtarana qədər. Hədisi Əbu Davud rəvayət etmişdi, Şeyx Albani hədisi səhihləşdirib. Ey insan, nəhayət sən o sıxıcı anları yaşamaq üçün sorğu-suala çəkilməyə, bu anlara addım atmağa başlayacaqsan. Uca Allahın huzuruna gətiriləcəksən. Allah Taala buyurur, əməl dəftərləri açılacağı zaman, digər ayədə isə biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü bütün əməllərini açıq kitab kimi qarşısına qoyarıq və ona belə deyilər: oxu kitabını, bugün sən özünə haqq hesab çəkməyə kifayətsən. Və başqa bir ayədə isə Allah Subhanahu Taala buyurur, əməl dəftərləri qarşısına qoyulacaq. Ya Muhammed, günahkarların orada yazılmış pis əməllərdən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: vay halımıza, bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sahib qeydə almışdır? Kəhf surəsinin 49-cu ayəsi. Allah insanı aralarında heç bir tərcüməçi olmadan sorğu-suala çəkəcək. Əgər bu insan Allaha asi olan zalimlardandırsa, Allah ona etdiyi günahları xatırladacaq. Ey qulum, mənə asi olub günah işlətməyini, sabah namazına yatıb qalmağını, insanları əyri yola yönəldib düz yoldan saptırmağını, rüşvət almağını, oğurluq etməyini, haram faiz yeməyini xatırlayırsanmı? Dünyadaykən faizin haram olduğunu bilirdin, amma əl çəkmirdin. Bilirdin ki, ailəndə baş verən günahlara görə, övladların namazı tərk etməsinə, cahillərə qoşulmasına görə sənin üzərinə məsuliyyət düşür. Amma bunların qabağını almaq üçün elm öyrənib, yuxunu haram qatıb, hikmətlə, səbirlə tətbiq etməyə çalışmırdın, tənbəllik edirdin. Tənbəllik və səhlənkarlıq dediyin şeylər gör səni qiyamət günü hara gətirdi. O gün insan bu suallara hansı üzlə cavab verəcək, Allah bilir. Əgər boynuna almayıb desə ki, mən deməmişəm, mən etməmişəm, onda Allah mələklərdən və onu bu iş üzərində görən insanlardan şahidlər gətirəcək. Dünyadaykən ona nəsihət edən kimsələr gəlib deyəcək: ya Rabbi, dəvət etdim, amma icabət etmədi, qəbul etmədi, boyun qaçırdı, başa saldım, lakin təkəbbürlük etdi, loğalıq edib qəbul etmədi. Dünyaya olan məhəbbətinə güc gələ bilmədi, iradəsinə qalib gələ bilmədi, yuxusuna haram qata bilmədi, öz isteklərinə yox deyə bilmədi, nəfsinin arzularına uydu. Bu insan bu şahidləri də qəbul etməsə, onda Allahın izni ilə onun ağzına möhür vurulacaq və öz əzaları özünə qarşı şahidlik edəcək. Əlləri, ayaqları və dərləri danışacaq. Necə ki Allah Subhanahu Taala bu anları Quran-ı Kərimdə vəsf edir. Bugün onların ağızlarına möhür vurarıq.
qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar, ayaqları da şəhadət verər. Yasin surəsinin 65-ci ayəsi. Ənəs radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: qul hesaba çəkiləndə Allah subhanahu ta'ala'ya belə deyər: ya Rabbi, sən məni zülümdən qorumadınmı? Soruşar, Allah bəli qorudum deyər. Qul, mən bugün özüm üçün özümün şahidliyindən başqa heç kəsi qəbul etmirəm deyər. Allah ona belə deyər: bugün sənə tək şahid olaraq nəfsin, çox şahid olaraq isə kiramən kətibin kifayət edər. O insanın ağzına möhür vurular və digər əzaları isə onun üçün şahidlik edər. Hədisi İmam Buxar rivayət etmişdir. Və insan öz əzalarına və insanın əzalarına Allah Subhanahu Taala tərəfindən belə deyilər: şahidlik et. Onlar da qulun əməllərindən bir xəbər verərlər. Sonra qul danışmaq üçün sərbəst buraxılar. Qul öz əzalarına belə deyilər: vay olsun sizə, məndən uzaq olun, mən sizin qurtarmağınız üçün çalışırdım deyər. Hədisi İmam Buxar rivayət etmişdir. Bunları görən insan dəhşətə gələrək öz əzalarına belə xitab edəcək. Onlar öz dərlərinə nə üçün əleyhimizə şahidlik etdik deyəcəklər. Dərlər isə cavabında belə deyəcək: hər şeyi danışdıran Allah bizə danışdırdı, sizi ilk dəfə o yaratmışdır və siz axırda ona qaytarılacaqsınız. Allah Subhanahu taala bizi eşitib faydalanlardan etsin və dünyada və axirətdə bizi sabit eləsin. Həqiqətən kifayətlənirik. Sallallahu aleyhi ve sellem.